Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Səyidzadəyəm. Evren sənəd olmuş şəxslər bir şərt xəbər çatdırmışam. Artıq dövlət konsepsiya hazır edib 2001-ci ilə qədər tikən evə sənəd verilməsinə başlanacaq qısa bir zamanda. Eyni zamanda ondan sonra digər mərhələdə olan evə sənəd verəcək. İndi mən hüquqşünas Zaur Səyidzadə məlumat verəcəm ki, necə olacaq bu proses. Eyni zamanda ATV xəbərin verdiyi məlumata bir gedib baxacağıq. Amma əvvəlcə bir elanı nəzərə çatdırım, hörmətli izləyicilər. YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi 10 manatdır, əyan hüquq məsləhətinin verilməsi 10 manatdır. İkinci məlumat ondan ibarətdir ki, mən əri arabasında olduğuma görə, yəni birinci qrupu əri olduğuma görə dünyanın 40 tanınmış ərləri haqqında kitab hazırlamışam. Həm hüquqşünas kimi, həm əri təşkilatı rəhbəri kimi araşdırdım. Aparmışam, maraqlı bir motivasiya kitabıdır. Həmin kitabın satışın açıq havada, eyni zamanda əziz dostlarıma erişin satışın açıq havada təşkil edilməsidir. Ona görə bu videonu bəyənib daha çox şəxsin bu barədə məlumatı olsun, mənə dəstək olun. Və birinci növbədə xəbəri qulaq asaq, ondan sonra keçən mövzuya, hörmətli izləyicilər. Bir dəqiqə xəbəri qulaq asaq, sonra ondan sonra deyəcəm ki, neyə biləsiniz ki, evinizin səhvdən ala biləsiniz. Bir daha baxaq. Xəzər xəbəri. Sənədsiz evlər ATV xəbərdə üzvü sayın. qeydiyyata alınması ilə bağlı konsepsiyanın hazırlanması yekunlaşmaq üzrədir. Mərhələli şəkildə qeydiyyatсız evlərin sənədlə təmin olunması həyata keçiriləcək. İlkin mərhələdə isə 100 mindən artıq qeydiyyatсız evin sənədləşdirilməsi nəzərdə tutulur. Əməkdaşımız Məhəmməd Hacızadə detallarla bağlı sujet hazırlayıb izləyək. Azərbaycanda sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı yeni konsepsiya hazırlanır. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, hazırda hökumət səviyyəsində konsepsiyanın müzakirəsi davam etdirilir və sənəd üzərində intensiv iş aparılır. Konsepsiyada evlərin qruplaşdırılması, onların tikildiyi dövr və mövcud sənədlərin əldə olunma tarixləri nəzərə alınmaqla həyata keçiriləcək. Birinci mərhələdə 2001-ci ildə sənədi olan evlərin qeydiyyata alınması nəzərdə tutulur. Yəni bu deməkdir ki, əgər evin 2001-ci ildə sənədi varsa, artıq həmin evlər konsepsiya təsdiq olunduqdan sonra qeydiyyata alınacaq, çıxarışla təmin olunacaq. Və bu 100 mindən artıq qeydiyyatсız evin çıxarışla təmin olunması anlamına gəlir. Növbəti mərhələlərdə isə 2001-ci ildən sonra inşa edilən evlərə sənədlərin verilməsi həyata keçiriləcək. Beləliklə, sənədsiz evlər problemi aradan qaldırılacaq və həmin yaşayış sahələrinə də çıxarış veriləcək. Ekspertlər hesab edir ki, konsepsiyanın təsdiqlənməsi minlərlə ailənin əmlak hüquqlarının rəsmiləşdirilməsinə şərait yaradacaq. Bu isə onlara əlavə üstünlüklər qazandıracaq. 2001-ci ildə Hörmətli izləyicilər, izlədik, baxdıq. Demək, birinci mərhələdə 2001-ə qədər tikən evə sənəd verəcək. Sonra 2001-dən olan evə, yəni 2001-dən sonra tikən evə verəcək. Belə bir halda mən nə demək istəyirəm, hüquqşünas kimi. Onsuz da 2001-ə qədər tikən evlərlə bağlı çox vaxt problem olmadı. Niyə? Onların ya sərəncamı oldu, ya ordinə oldu, ya ev arasında deyən, tamam o klinika deyən bir sənəd var. Ev kitabçası ondan oldu. Onu ya belə reisli idarəsindən başlanıb almaq oldu və ya məhkəmədə almaq oldu. Mümkündür. Amma bundan sonra nə etmək lazımdır, onu demək istəyirəm. Yəni ki, belə 2001-dən sonra tikən evlərdə, yəni o çıxarışdan ala bilsin. Diqqətlə baxın, indi qeyd edəm. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Bəyəni keçdim mövzuya. Nə edək? Bilirsiniz, 2001-dən sonra evə, tikən evə öz-özünə yaramayıb. Ora, yəni torpaq ərazisi həmişə olub. Sonra 2001-dən sonra başlayıb tikməyə. Bunun da səbəbi nə idi? Hacı Baba müəllim gələndən sonra, yəni evlərin bir çoxusuna sənəd vermədi. Həmin şifahi razılıq əsasında başladı tikməyə. Ona görə mən hüquqşünas kimi tövsiyə edirəm ki, 2001-dən sonra nə ev tikmişsinizsə, gedin onun arxив sənədlərini tez axtarın. Amma qısa bir ev olacaq da, belə deyə siyahi olacaq. Daha düzgün evlərin ki, hansı çıxarış verəcək. Hardasa 100 minə qədər, 100 mindən biraz artıq. Ona görə indilərin kim bacarırsa geçsin, tez həmin arxив sənədlərini axtarıb tapsın. Eyni zamanda evlərin indi çoxsu belə etibarnamə alınıb. Düzdür, bu qanunsuzdur, amma alınıb. Kimin adına etibarnamə almışsınızsa, gelin həmin adamın adından arxив sənədlərini axtarın tapın, hörmətli izləyicilər. Mütləq qeyd edək.
Həmin sənədlə başlayım, yəni sənədləşdirmək. Sonra keçirin o zadıca. Amma burada bir məsələ var. Həmin adamın ailə üzvlərindən, yəni həyat yoldaşından, uşaqlarından bir sənəd alın ki, vaxtında sistem falan qədər pul vermişik və həmin də belə deyək, evin adına rəsmiləşdirilsə etiraz eləməyəm. Amma bir məsələni nəzərə alın ki, hörmətli icazə. Qanunla etibarnamə almışsınızsa həmin evi öz adınıza rəsmiləşdirə bilməzsiniz. Birinci etibarnamə verən şəxsin adına rəsmiləşdirməlisiniz. Sonrasa başqa bir adamın ondan sonra öz adınıza nəzərə alın. Mütləq qaydada. Eyni zamanda həmin adam vəfat edibsə, etibarnamə qüvvəsini itirir. Amma onun vərəsələri öz adına sahib siz sonra bağışlaya bilər və yaxud alqı-satqı edə bilərsiniz. Bağışlama düz yaxın qohumlar arasında o qohum olduğu halda edə bilərsiniz. Qohum olmadığı haldasa alqı-satqı edə bilərsiniz. Mütləq qaydada. Deyərsiniz ki, alqı-satqı biz çoxdan eləmişik, indi ortada pul yoxdur, notariusla təsdiq eləmir. Belə bir halda heç olmasa ən azından hörmətli icazə mediasiya arayışı alın. Mütləq qaydadır. Mediasiya arayışı deyəndə daha düzgün mediasiya sazişi demək istəyirəm. Hörmətli icazə, ərizdə bir sənəd olsun. Mütləq qaydada. Lazımlı bir şeydir. Ki, sabah məhkəmədə lazım olaraq nübasələndə bilərsiniz ki, həmin şəxsin mənə borcu var idi, ailə üzvləri də böyük idi. Bunu mütləq alın. Ümumiyyətlə, mən bundan sonra bütün vətəndaşlar demək istəyirəm ki, hətta evi rəsmiləşdirə bilmirsinizsə, evin sənədi yoxdursa, gəlin yenə kiməsə pul verirsinizsə, mütləq qaydada onun ailə üzvlərinin də razılıq ərizəsi alın. Ən azından ki, gələcəkdə problem olmasın. Hörmətli icazə. Sonunda bir daha xatırlatmaq istəyirəm ki, mənim 2000-dən artıq şortla birlikdə YouTube kanalında videolarım var. İstər vərəsəyi ilə bağlı olsun, istər mülkiyyətin rəsmiləşdirməsinə bağlı olsun, istər vərəsəyi ilə bağlı olsun, dediyim kimi, istər sosial yardımdan bağlı olsun, istər pensiyadan bağlı olsun, istər müavinətlərlə bağlı olsun, istər boşanmayla bağlı olsun, var tanış ola bilərsiniz, hörmətli icazə. Bir daha qeyd etmək istəyirəm ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi 10 manatdır, əyanın hüquq məsləhətinin də verilməsi 10 manatdır, əzərin yazılmasısa 50 manat. Hörmətli icazə. Amma bunun üçün mütləq qaydada kanala abunə olub, çəkim, qeyd olunan telefon nömrəsindən WhatsApp-ına göndərməli. Bir də onu qeyd edin, kimin nə sualı varsa, suallarınızı WhatsApp səsinə göndərin, zəhmət olmasa. Hörmətli icazə. Mütləq qaydada onun sonra baxıb sizin suallara cavab verəcəm. Və sonunda bir daha xahiş etmək istəyirəm, 2 dənə elanla bağlı. Birinci elan məlumat verdim, YouTube kanalına abunə olan şəxslərlə bağlı məlumat verdim. İkinci elan ondan ibarətdir ki, mən Zaur Səyidzadə ailə arabasında olan şəxs kimi və hüquqşünas kimi, eyni zamanda ailə təşkilatı rəhbəri kimi dünyanın 40 tanınmış əyləri haqqında kitab hazırlamışam. Həmin kitabın açıq havada satışını eləmək istəyirəm. Eyni zamanda ailə dostlarımın əyişini satmaq istəyirəm. Buna görə videonu bəyənin, daha çox şəxsin bu barədə məlumatı olsun. Eyni zamanda kanala abunə olun, hörmətli icazə. Diqqətinizə görə çox sağ olun. Sizin abunə olmağınız vacibdir. Sağ olun. Sağ olun.